Salam dəyərli izləyicilərim. Nətərsiz? Allaha şükür yaxşısınız. Məni soruşsaz şükür, mən də yaxşıyam. Cümə gününüz də mübarək olsun. Canınız sağ salamat, ruzunuz, bərəkətiniz bol olsun. Amin inşallah. Gözəl xanımlar, bugün yenə qarşınıza həmişəki kimi hazırlıqlı formada gəlmişəm. Kahı salatı ilə bir yerdə. İstəyirəm ki, o salatı hazırlamasını sizlə bölüşüm inşallah. Vaxtımız getməsin, yenə də deyirəm. Hər bir şeyi, hamısını ayrı-ayrılıqda qəşəng doğramışam, yumuşam, yığmışam ki, vaxtımız çox elə getməsin. Xanımlar, indi burada bizim ərzaqlarımız nədən ibarətdir? Kahımızdır, doğramışam. Suxariklərdir, 2 cürədir. Burada 2 ədəd bişmiş yumurtadır. 1 ədəd xiyar turşusudur. Burada 1 dəstə şüyüddür. 2 ədəd pomidordur. 1 parça toyuğun sinə ətidir. Holland pendiridir, 200 qram. Bir də qaymaqla smetanın qatışığıdır. Xanımlar, başlayaq hazırlamağa. Birinci kahımızı tökək. Çox qəşəng salatdır, adama dəymir və ağız dadımıza uyğun bir salatdır. Belə hesab edirəm ki, sizin də ağız dadınıza uyğun olar. İnşallah hazırlayarsınız, dadına baxarsınız, fikirlərinizi də yazarsınız. İnşallah. Xanımlar, bu arada deyim ki, çox gözəl, yenə deyirəm, rəylər yazırsınız həmişəki kimi. Valla, Allah sizləri var eləsin. Sizləri əskik eləməsin. Sizin sayənizdə mən bu videoları çəkirəm. Əgər siz mənim videolarıma baxmasaydınız, məni həvəsləndirməsəydiniz, mən belə videolar əsla çəkməzdim. Siz mənə çox ruh verirsiniz, ruhlandırırsınız, motivasiya verirsiniz. Allah köməyiniz olsun. Yumurtamızı da tökək. Əgər abunə olmamısınızsa, xanımlar, abunə olun, like edin. Fikirlərinizi inşallah videoya baxa-baxa bildirərsiniz mənə. Pendirimizi də tökdük. Xanımlar, mən bura 1-2-3 dənə elə belə xırt-mırt olsun deyinə suxarik atacağım, amma dekorunda artıq görərsiniz necə dekor edəcəm, onu da sizlə bölüşəcəm inşallah. Çünki bilirsiniz də, zaten xanımlarımız bilirlər, suxariki qabaqcadan tökəndə o biraz yumuşalır, adamın ağız dadına uyğun olmur da, ləzzət eləmir. Ona görə limon üçün 1-2 dənə attım. Bu da bizim şüydümüz. Həqiqətən də çox gözəl salatdır, çox qəşəng, daddır. Siz də hazırlayarsınız inşallah. Nuş edərsiniz. Bir balaca istiot töküm, qara istiot, yenə deyirəm, zövqə görədir. Duz tökək. Toyuğun sinə əti mən duzlu suda bişirmişdim. Ona görə də onda da duz var. Biraz ehtiyatla tökdüm. Xanımlar, qaymağım Milanın qaymağıdır və smetanıdır. Tökək salatımızın üzərinə. Görək. Necədir? Artıqdır, əskikdir, sonra baxarıq. Xanımlar, içindəki ərzaqlar hamısı demək olar ki, faydalı bir ərzaqlardır. Burada bir pis ərzaqlar yoxdur da, yəni demək istəyirəm ki, xeyirli ərzaqlardır. Xanımlar, mən indi qəşəng qarışdırım.
salatımızı servis edeyim. İnşallah. Hazır forması ilə yenə görüşərik. Sadəcə xanımlar, sizə nə qalır? Sizə o qalır ki, Allah sizdən razı olsun. Xanımlar, bilirsiniz ki, kanal işlədəndə bu yorumlar bizi qabağa aparır. Mən ona görə təkrar hardasa bir 3-4 dəfə videomda işlədirəm yorum sözün ki, yorumlar yazın. Abunə olun, fikirlərinizi yazın. Ona görə ki, o yorumlar mənə baxış sayı gətirir və baxdığınız videom saatımı artırır. Oradakı neçə dəqiqə video çəkmişəm, bax o da mənim saatımı artırır. Ona görə də rica edirəm, mütləq yorumları əsirgəməyin, yazın, videoya axıracan baxın ki, saatım artsın. Allah hamımızdan razı olsun. Köməyiniz olsun. Vallahi mən də çalışıram ki, maraqlı bir şeylər çəkim, maraqlı videolarla qarşınıza gəlim, sizi yormayım, maraqlı olsun mənim videolarım sizə. Ona görə də qəşəng bir çay dəmləyin, oturun, rahat-rahat mənim videoma baxa-baxa, fikirlərinizi yaza-yaza çayınızı da için. İnşallah təkrar görüşərik. Mən salatımızı hazırlayım, servis eləyim, görüşərik inşallah. Salatımı servis elədim xanımlar, belə bir görünüşlə. Xanımlar, bu suxariklər salata çox xüsusi dad verir. Ona görə də onun suxariki bol olmalıdır. İnanırsınız, ağızda yeyəndə o qədər belə çox xoş olur adamın ağzında. O suxariklər xırt-xırt eləyir, salatın dadına qarışır. Çox gözəl bir dad olur. Çox məsləhətli salatdır. Çox istəyərəm siz də hazırlayasınız. Görünüşü də belə çıxdı. Yenə deyirəm, fikirlərinizi yazarsınız. Ürəyinizdən nə keçir mənə yazın, mən cavablandıracağam inşallah. Siz yazın. Xanımlar, mən salatımı hazırladım, yekunlaşdırdım. İndi biz birazdan inşallah ziyarətgaha gedəcəyik uşaqlarla. Allah hamının ziyarətini qəbul eləsin, bizimki də içində. Allah dualarımızı eşitsin. Amin ya Rəbbim, amin. Yenə xanımlar, mənim videolarıma baxırsınız, belə də davam eləyin. Fikirlərinizi gözləyəcəm, yorumlarınızı gözləyəcəm sizin. Gözəl-gözəl sözlər yazırsınız, inanırsınız. Mənim ünvanıma hələ bir dənə mənfi rəylər gəlməyibdi. Buna görə də sizə təşəkkür eləyirəm. Mən də vaxt ayırıram, zaman ayırıram ki, sizin görüşünüzə gəlim, tələsirəm gəlmək üçün də, videolar çəkmək üçün də çox istəyirəm. Allah can sağlığı versin hamımıza, mənə də can sağlığı versin, mən də tez-tez videolar paylaşım dəyərli izləyicilərimlə. Yazan əlləriniz var olsun, baxan gözləriniz var olsun. O yorumları məndən əsirgəməyin, əsla. Hər birinizi öpürəm, bağrıma basıram. Allaha əmanət olun. Allah hamımıza kömək olsun. Özünüzdən müğayət olun. İnşallah görüşərik.